Hamıya salam, yeni vloguma xoş gəlmisiniz. Bugün Koreya dili tələbələrimizlə Koreya filmini izləməyə gedirik. Hamıya salam. Bugün tələbələrlə mini görüşdük. Azərbaycanda Koreya filmləri çox nadir hallarda olur və bugün seansa gedirik, Koreya filminin seansına. Gedək görək. Buradan sağa, bura deyil axı. Хёкбин. Снято по мотивам серии вебтунов Син-Сён «Точка зрения всеведущего», которые главный герой Ю Джун Хёк преодолевал вместе. Ким Нам Ун должен был выжить. В курсе, как использовать монеты? Нет, я не то чтобы... Девча! Подойти! Все нормально! Ждите там! Правда нормально! Не подходи! И ты уже знаешь Ли Хён Сона. Пун Муро, если выживешь. Там же я дам ответ. Буду любиться вместе с тобой. Знаете, здесь не тот сценарий, где нужно объединиться в группу. Каждый сам за себя. Так и будете стоять столбом? Бегите уже отсюда. Film bitti. Salam. Salam. Necədir? Bəyəndiniz? Çox. Maraqlıydı, həyecanlıydı. Çünki sonadək gözləyirdik ki, nə ilə bitəcək. Ona görə sonadək adam istəmirdi ki, məsələn, yarımçıq filmdən çıxmaq və yaxud da nəsə. Belə başqa nə deyə bilərsiniz? Çok hoşumuza geldi. Cüsunu görməyə sevindi. Ben Nana'nı seviyorum. Mən də. Çünki gözləmirdim açığı da onu. Məsələn, fikir verməmişdim ümumiyyətlə kimlər olacaq. Belə bugün maraqlı gün keçirdik. Burada isə tez bazar gəlib, burada əynimi dəyişib, ad gününə gəldim. Baldızımın yubileyi idi, 35 yaşı tamam olurdu. En sevdiğim antrikot. Софа, что ты кушаешь? Что ты делаешь? Нейниса? Ты поешь? Как плохо делать? Сэмсэн. С днем рождения вас поздравляем, Савочка, от всей души вам желаем здоровья, желаем счастья, желаем чистого неба над головой, чтобы солнышко всегда... Havaya baxın bir dənə. Amma çox qəşəng hava deyil. Ay, bilmirəm hardan keçim ki, ayağım yaşanmasın. Mən şokdayım. Bu dəqiqə marketin qabağında uçmuşdum sadəcə. Ora karton qoyublar, yaşı olub. Belim tutdu, baxın. Belim tutdu çünki özümü belimin gücü ilə saxlamışam, güc bəla ilə. Həqiqətən mən Allah qorudu çünki yıxılırdım, dəhşət pis yıxılacaqdım və bilmirəm nə ilə nəticələnə bilərdi. Uçdum. Yağışın yerin üstündə ballet oynadım ki, özümü saxlayayım və sanki kimsə mənə belə dartdı, kömək elədi ki, saxlasın. Yəni, təbii ki, Allah saxladı, nə samicədir. Deməli, indi səhər yeməyimi yeyəcəm, sonra artıq digər işlərimi həll eləyəcəm. Sağ ol. Geçenler balıklar
Bir dənə heyvanlardan evimdə istəyərdim balıq olsun. İstəyərdim balıq. Balıq istəyirsən evdə. İstəyirsən ya yox? Niyə? Baxmaq var ona, suyunu dəyişmək var. Bütün səyahətlərimizdə. Buranın kivi və yaşıl alma limonadı. Hiç orada olmuyor belə limonat. Şambriya salam. Bugün artıq növbəti gündür. Dünən çox çəkiliş etməmişəm. Bugün İbrahimlə gəlmişik yemək yeməyə. Daha sonra onun uçuşu var deyənə. Biraz deyik, yapmaq qərarına gəldik. Bura tez-tez gəldiyimiz məkanlardan biridir və yeməkləri ilə həqiqətən fərqlənən məkanlardandır ki, istənilən təamı dadlı olur həqiqətən. Buranın suşiləri də çox möhtəşəm olur. Ən son Qırğızstanda yemişdik. Ondan sonra heç harda o dadı tapa bilmirik. Amma burada Qırğızstandan sonra ilk dəfə bəyəndiyimiz suşilərdən biri oldu. Mən ikinci mərtəbəni seçdim çünki sakitçilik idi. Və dedim ki, rahatlıqla oturarıq. Amma bizdən sonra o qədər adam gəldi ki, hətta fonda eşidə bilərsiniz ki, bir qrup xanım gəlib və müzakirə edirdilər. Hətta bir andan sonra başladılar bizi müzakirə etməyə. Bilmirəm da nə müzakirə edirdilərsə, amma çox səs-küylü idilər. Normal otura bilmədik açığı. Deməli belə, artıq İbrahimi yola saldım. Artıq saat 8-ə işləyib, 7-dir, 8-ə işləyib. Biraz kariyer dili ilə məşğul olacağım, biraz oxub edəcəm, kitab oxuyacağım. Və sözlərdən yenə təkrarlayacağım mövzulara aid, müəyyən mövzulara uyğun sözləri təkrarlayacağım. Burada da paralel olaraq YouTube'dur məndə. Əslində, hər dəfə tez-tez səfərlərdə olsa da hər dəfə ayrılmaq çətindir. Çünki yeni gəlmişdi, hələ 2 həftə deyildik. Qayıtmağı indi yenidən getdi. Ona görə biraz kədərlənmişəm, amma başımı qatışdırıb daha faydalı işlərlə məşğul olmağa çalışacağım. Kədərlənmək əvəzinə. Ona görə vaxtdan səmərəli istifadə edək. Deməli, burada ümumiyyətlə bu kitab 정리 못하는 사람을 위한 정리책. Yəni, səliqə səhmanı bacarmayan, belə deyək də, onu idarə edə bilməyən insanlar üçün olan səliqə səhman kitabı. Çox maraqlı kitabdır ki, belə ümumi təkcə evin, məsələn, evdə yığışdırmaq deyil, ümumi həyatında olan səliqə səhman, nizam, intizam haqqındadır. Maraqlıdır, oxumamışam, əvvəlini oxumuşam yalnız, ona görə oxuyaq. Bu dəfəlik bu qədər, nisbətən daha qısa vlog oldu. Sona dək izlədiyiniz üçün çox sağ olun və həmişə də qeyd etdiyim kimi xahiş edəcəm ki, kanala abunə olasınız, videonu bəyənib, rəy bölməsində də fikirlərinizi bölüşəsiniz. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.